Aziz qonaqlar, axşamınız xeyir olsun. Hamınız bugün benim kardeşim oğlu Fərənin toy məclisinə xoş gəlmişsiniz. Hamınıza göz aydınlığı verirəm. Yaxından gələn, uzaqdan gələn, Mingəçevirdən, Bakı şəhərindən gələn qonaqları hamınızı təbrik edirəm. Xoş gəlmişsiniz. Gün o gün olsun, Balakənə həmişə xeyir işlərə gəlin. Dostlar, bugün hamıya məlumdur ki, toyda, qız oğlan toyu bir yerdədir. Ona görə sizdən artıq dərəcədə xahiş edirəm, dönə-dönə, biraz Tamatanın sözlərinə qulaq asın, baxın, tələsmin evə getməyə, çox xahiş edirəm. Ramizin də qızının toyu birinci toyudur. Ona görə evində, ona görə sizdən artıq dərəcədə mən xahiş edirəm, evə getməyə tələsmin, axıra kimi toyda iştirak edin. Çox sağ olun, Ramiz müəllim, buyur. Salam aleyküm, xoş gəlmişsiniz əziz qohumlar, qonşular, toy əhliləri, səfa gətirmişsiniz. Allah hamının həyatında, ailəsində belə xoş günlər, gözəl günlər görməyə nəsib eləsin. Bizdən bu qədər. Məclisimizdə aparmaq üçün Balakənin ən tanınmış, yaxşı olanlardan birisi, kəndimizin gözəl oğlanlardan birisi İşət müəllim Əhləbəlidir. İşət müəllim, buyurun, sizə müvəffəqiyyətlər arzuluyuruq. Buyurun, qardaş. Ay maşallah, çok sağ olun, teşekkürler.